Azərbaycanın ən kasıb rayonlarının adları açıqlanıb. Niyə rayonlarda kasıblaşma artır? İnsanlar rayonlar, kəndlərdən çıxıb niyə Bakıya gəlirlər? Araşdırmaya görə paytaxt Bakı ilə rayonlar arasında gəlir fərqi azı 2 dəfə yüksəkdir. Bu da əksər iş yerlərinin, dövlət müəssisələrinin Bakıda olmasından irəli gəlir. Bəs hansı rayonlardır ki, illərdir adı kasıb rayonlar siyahısında qalıb? Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Bu statistikalar hər il dəyişsə də, bəzi rayonlar var ki, uzun illərdir baxımsız kasıb rayonlar siyahısında qalır. 2022-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 839 manat təşkil edib. 2023-cü ildə isə bu göstərici 921 manat olub. Ümumilikdə artım çox aşağıdır. Ən yüksək göstərici 1080 manatdır ki, bu da sadəcə paytaxt Bakıda mövcuddur. Qalan bölgələrdə isə maaşların həcmi ilə bağlı paytaxtla böyük fərq var və bu fərq 2 dəfədən də artıqdır. Belə ki, ölkədə Bakı şəhəri və Daşkəsəndən başqa heç bir rayonda əmək haqqı 800 manatdan yüksək deyil. 73 rayondan 60-ında aylıq əmək haqqları 600 manatdan aşağıdır. 4 rayonda isə maaşların həcmi 500 manatdan da aşağıdır. Bunlar maaş baxımından ən kasıb rayonlardır. Belə rayonların siyahısına Qax rayonu başçılıq edir, 451 manat. Balakən, Zaqatala və Xızı rayonlarında isə maaşlar 480-490 manat arasında dəyişir. Siyahıdakı digər rayonlarda da orta aylıq əmək haqqı 500 manat civarındadır. Beləliklə, Azərbaycanda əmək haqqının məbləğinə görə ən kasıb 10 rayonu təqdim edirik. 1. Qax rayonu, orta aylıq əmək haqqı 451 manat təşkil edir. Qax 1930-cu il 8 avqust tarixində qurulub. Rayonda bir şəhər 58 kənd var. Rayonun inzibati mərkəzi Qax şəhəridir. Bakı ilə arasında olan məsafə 345 kilometrdir. Nəqliyyat kodu 34-dür. Rayonda iş yerlərinin sayı az olsa da, turizm çox inkişaf edib. Demək olar ki, insanların əsas gəlir yeri turizmdir. Qaxın turizm obyektləri, görməli yerləri çoxdur. Bunlardan ən maraqlarından biri də İçəri bazardır. İlusu kəndi, İlusu şəlaləsi, Sumuq qala, İlusu dövlət qoruğu, Ləkit şəlaləsi, Müslüm Maqamayevin babasının dəmirçi sexi, Qaşqasay kəndində yerləşən buzbulaq, Kürmüş məbədi, Ulu körpü, Qalaça və ya Şamil qala, Ramramay şəlaləsi. Əlini çiynimə vur, erməninin biri. Dedi, Axbercan, bir Azərbaycan deyəcəm. Dedi, bizim komanda qalib gəlsə, harada